Sağ hörmətli icrayıcı. Yeni qanuna görə ev sahibi cəmi ona bilər və sosial yardım alan şəxsə əgər kirayədə qalırsa, sosial yardım azaldıra bilər. Müəyyən hallarda. O hansı hallarda mən indi hüquqşünas Zaur Seyidzadə bu barədə məlumat verəcəm. Hər şey aydın olması üçün video sonuna qədər baxın hörmətli icrayıcı. Amma sizdən xahiş edirəm ki, nəzərə alın ki, videonun bir qisminin balaca bir hissəsini short kimi qoyan anons olsun və orada yazan videonun adının altında da yazır tam video YouTube'da. Həmin adına girin baxın, hörmətli icrayıcı. Və sizdən bir xahiş də edirəm, mən özüm əyri arabasında olduğuma görə istəyən əyri dostlarıma dəstək olun və özümə dəstək olun. Yer açmaq istəyən, həmin hüquqi yardım göstərməsi üçün, həmin əyri dostlarıma əşinin satılması üçün. Onun üçün də iyanəyə ehtiyacı var, yardıma. Yardımsa siz pul xərcləmədən kömək edə bilərsiniz. Videonu bəyənin, hörmətli icrayıcı. Videonu bəyənin ki, hər bir bəyənmə bir köpük dəyərində hesablanır. Heç olmasa 1000 bəyənmə olsun ki, 10 manat gəlir gəlsin, hörmətli icrayıcı. Dəstək olaraq. Hər 1000 bəyənmə 10 manat gəlir gəlməlidir YouTube'dan. Dəstək olaraq, hörmətli icrayıcı. Bundan əvvələ qeyd edin ki, həmin xeyriyyə məqsədindən mən öz hazırladığım dünyanın 40 tanınmış evləri haqqında kitabı satıram. 20 manata qoy hamı bilsin. Bəyənin bir daha. Əsasda kanala abunə olun, hörmətli icrayıcı. Hal-hazırda 3250 nəfər adam satılmış ki, yəni 10.000 abunə olsun, hörmətli icrayıcı. Zəfən olmasa 10.000-i yığaq, hörmətli icrayıcı. Və yeni keçən mövzuya. Nəyə görə ev sahibi cəmi ona bilər, sosial yardım alanlarsa sosial yardımı azala bilər və yaxud dayandıra bilər, hörmətli icrayıcı. Qeyd edirəm, diqqətlə baxın. Demək, kirayə müqaviləsi olmadan yaşadığınıza görə, evdə kirayə qaldığınıza görə 200 manat dəyərində cəmi ona bilərsiniz sahə vəkili tərəfindən, yəni uçaskov tərəfindən, hörmətli icrayıcı. Amma müqavilə baxdığınız zaman belə deyək də 10% vergi verməlisiniz. O vergini də vermədiyiniz zaman, hörmətli icrayıcı, verginin dəyərində 50% cəmi olunursa, əlavə verginin əlavə, məsələn 500 manat ev götürmüşsünüzsə, 50 manat onun vergisidirsə, 50 manat vergi verirsiniz, 25 manat da əlavə cəmi olunursunuz, 75 manat və hər gecikdiyiniz günə 1% də pul hesablanır. Həmin o 50 manatın 1%, hörmətli icrayıcı. Nəzərə alın, bunu əlavə önlə verirsinizsə, hörmətli icrayıcı, hər iki tərəfin bölünü varsa, yəni götürən şəxsin də, kirayəni götürən şəxsin də və verən şəxsin də 3 aydan bir hesabatı verməli götürən şəxs. Əgər yoxsa, verirsizsə, ildə bir dəfə verən şəxs hesabatı verilməlidir, hörmətli icrayıcı.